Ha güneşe, Anadolu aya, sinemde tikdiyim odlu saraya. Ayrılsa da başım bir gün bedenden, ayrılmaz yüreğim ana vətəndən. Vətən girdaplarda boğulan zaman ya Babək tutarıb ya da Səttarxan. Mən öz növbəmdə böyük ustadlar, qocaman şairlər, incəsənət xadimləri, musiqi xadimlərindən ürəkdən minnətdarlığını bildirirəm. Çox yorğunsuz, yormayacağım sizi. Ancaq bu arada mənim qardaşım, sırdaşım, fikirdaşım, işıq fikri Bəhmən Araz müəllimi öz minnətdarlığımı bildirirəm. Ayə Həmzəlu, Ayə Musa Dövlətxa və Rıza Dövlətxa, Şeyx Əzəm, və qocamanların hamısının əlindən öpürəm. Ustad Hamid Makuyi, Ağay Hacı Məsud ağa, Ayə Sırur ki, bizim sərvərimizdir, böyüyümüzdür. Mən yormayacağım sizi. 2 dənə balaca şeir oxuyum. Keçmişimi, tariximi bölgələrə bölməliyəm. Ana dildən başqasını ürəyimdən silməliyəm. Sular kimin axsa da qan, yaşayacaq Azərbaycan. Doğma dildən ayrılmaz can, bunu yəqin bilməliyəm. Fəxr edirəm sənə vətən, fəxr edirəm sənə vətən, nəyə lazım dilsiz bədən? Dehdar deyər bu yolda mən, Babək təşin ölməliyəm. Oğlum Turaş, ömür boyu ana yurtda qalmalısan. Ana dildə məktəb açıb, eli başa salmalısan. Gəlim ol Türk düşmanına, çal boyansın al qanına, getmə Səncər meydanına, başa yaylıq çalmalısan. Pay verdim elə canımı, satqın gizlədir şanımı, namətlər töksə qanımı, qanıma qan almalısan. Qan eylər yaram kəfəni, qan eylər yaram kəfəni, saxladım doğma vətəni, mazara qoyanda məni, yanıq kərəm çalmalısan. Bunu bil ki, sənin atan, göydə bulutları tutan, el üstə zindanda yatan, dehdar kimin qalmalısan. Qabaq qarşı gəldi məndən, dedim qorxum yoxdur səndən. Çox aralı, gendən, dedi kimsən, dedim Türkəm. Hamı dedi denən bilək, dil açdı yav səmən çiçək, al bayrağı əsən külək, dedi kimsən, dedim Türkəm. Bozqurdun şəklini bir an, parmağımda verdim nişan, əsməyə düşdü, getdi can. Dedi kimsən, dedim Türkəm. Haq yazana yoxdur zabal, öldürsələr qanım halal, qazi məndən etdi sual. Dedi kimsən, dedim Türkəm. Dildə qıfıl, qolda zəncir, dehtara qazdılar qəbir, qəbirdə də əncir məncir. Dedi kimsən, dedim Türkəm. Çox yaşa, ağzına olsun. Biz Azərbaycanlılar məncə ananı hamıdan sevirik. Anamız, bizim vətənimiz Azərbaycandır. Bizim verilişin sonunda
O əziz, hörmətli qardaşlarımız ki, Ustad üçün əlməqamları var və bir paradanın sonunda deyəcəm. Ondan öncə hazırlaşıb biz vətənimizə görə bir gözəl mahnı ifa edəcəyik. Əziz qardaşımız Maçudə yüksək səviyyədə bu mahnı ifa edən hörmətli mənim qardaşım İslam bəy və onun həmişəmizin yoldaşı və sirdaşı olan Fərdi müəllim. Gözəl alqışınızla bu mahnını yüksək səviyyədə ifasını eşidib ananın hörmətini sındırmamalıyıq. Alqış ilə eşidək Azərbaycan mahnısını. Tərəfə məndə bir stres var, aşmalı bilər. Mən dedim, İslam səndə nə bu təşviş filan, Rəhman nəyə qorğursan, nəyə də stresin var. Biləsə dedim, sənin işin nədir, dedim, xanəndəyəm. Dedi, bu şairlər olmasa, sən nəsən? İndi bildim ki, baba, Allah məni qurban eləsin bu şairlərə. Çünki biz bunların sözlüğünü gözəl deyirik özlərinə. Onun üçün də öz iftirazım gözəl səhvi çalın. Çox sağ olun, millətdən hamı. Sizin yavaş-yavaş bu məclisinizdə o çaylar bizə elə yapışır, yan 10 dənə badədən yanaşır. Sizin yavaş-yavaş o çaylarımız dolsun. Ürək paxıllar saralsın, solsun. Hamı bir-birinə mehriban olsun. Bu məclis əziz qonaqlarımızın hamısının başına gəlsin. Cavan ömrü verməkdir. Ailəyə deyirəm, özvə deyirəm, yoldaşlarıma deyirəm. Qoşan ömür sürün, elə 100 ilə qədər. Sizin ailəyə gələn qəm-kədər qara qayanların başına gəlsin. Yaysın aləmə Ehdar müəllim, Araz müəllimin səsi. Oxsun İslam, el xanəndəsi. Mənim arzu dilərim, bu yubiley gecəsi bütün siz səçin şairlərin hamısının başına gəlsin. Gələk orada oxuyalım, gələk orada ifədəyəm. Özüm çıxardadım gözəl sərbi çalım. Mən hamımızın əlini öpərlər, qatılmaqda sayaqlarınızı edirəm. Çox sağ olun, Fərdi müəllim. Ustad Hamid müəllim bir gözəl şeir oxudu mənim. Sizin sağlığınıza.
Verilmesin bu toprağa bir Allah yolu var. Kimseye dağılmasın. Verilmesin bu toprağa. Yaşa, yaşa, yaşa Azerbaycan. Yaşa, yaşa, yaşa benim xalqım. Yaşa, yaşa, yaşa Azerbaycan. Yaşa, yaşa, yaşa Azerbaycan. Səbətdən. Yox, deyil, mən. Gələ düzüm gələn yolu bağlayır. Bir de oraya bağışlayın. Bir, iki, üç. Tamam. O kapağı. Cəb, bura. Baba, bura. Çox yaşasın. Ayamzal versin. Ayamzal versin onu. Dayı Pürmən, dayı Qasımzadənin səmimi dostlarından və istəkli yoldaşlarından. Mənə, bir dəqiqə mənə baxın, ustad. Yox, bax. Aylarda. Ay deyil, mənə bax. Mənə bax, yeyək. Sənin deməsin. Bir İsmailci gör. Səmimi, millət, sevən, Baxın, yeyəkdir o, milliyyətçi. bu yana. Ay başım. Gəl, gör nə salmışam, bax ki, bəyəmsən. Tamam. Çox sağ olasınız. Deyəcəklər, ay 2 milyar tərəfindən sən bilirsən, ay bu şey olacaq. Bu hediyə əncüməni Əbər-arzə bilsin. dövlətxə aid ehtira çətili öz əsəridir. Ay deyil, mənə bax. Ay, güzel. Ay, Bəhmən abi. Dehtarın dostları da var elə, ha, onun içində. Bunlar da şəhər. Yox, gördüm. 5-6 dənə salmışam. Bir dəqiqə qoy bax. Bizim Azərbaycanın yüksək səviyyədə işi, həqiqətən bizim ustad dehtarımız yüksək səviyyələrə və qartal kimi ucalara layiqdir. Biz bunu gərək qızıldan qazdıraydıq. Bunu əncüməni şeir ədəbi dehtar, əncüməni şod, toldəş, çaypara və dehtarın öz yoldaşları birlikdə qazdırıblar. Saz, Nəsiminin şeiri və 50-ci ilin dehtarın qutlaması. Çox yaşayasınız, Cənab Ali, Əmzalcan və Yanalına. Bugün elimizin, obamızın, musiqimizin, şeirimizin bir daha canlanan günüydü. Bugün Azərbaycanın tarixində həkk olmuş bir tarixi günüdür. Böyük mənalı və məhfumlu bir günüydü. Biz Dehtar sənə, Ustad Hamid sənə, Ustad Səruri sənə və bəqiyyə elimizin mədəniyyətini, dilini, varlığını daşıyan, çünki dil bizim varlığımızdır, namusumuzdur, qeyrətimizdir. Eşq olsun Azərbaycanın qeyrətli və şərəfli elinə, obasına və onun bir dənə zirvəsində duran Dehtar qardaşımız. Şad yaşa, 100 il yaşa, mənalı yaşa, məfhumlu yaşa. Eşq olsun. Ay İsmail, yüz bu tərəfə olsun.
Layasın başlı. Sana var Hamid Makun'un köşenlercisi var. Bak yok. Yüz təhvə olsun. Yəni Biz sevinir ki bu boyda həkim də bizim bu cəmimizdə vardır. Biz uğurla bu O da sağ ol. Onlar aşk kurbandır. Aynen dedim, süslerdi. tamam. bizim əziz aşıqlarımız, incəsənət Dürbünə yığışır. Bizə fasilə bir dənə salın.